Deməli, mən belə deyərdim ki, İstisu sonradan şəhər elədilər. İstisu'nun kənd olan vaxtı mənim yaxşı yadımda. Əlbəttə o zaman mən dünyaya gəlməsəm də demək olar ki, atamgilin, ağsaqqalların, ağbirçəklərin dedikləri tam şəkildə yadımdadır. Bəli. Mən bunu başdan belə qeyd edeyim ki, keçmiş Paşalı rayonunun 28 dənə kəndi olubdu, Azərbaycan kəndi. O zaman deməli bu erməni siyasəti, belə deyək, Rusların da onlara köməkliyi nəticəsində Azərbaycanların tam şəkildə Qərbi Azərbaycandan köçürmə siyasəti meydana gəlib. Stalinin əmri ilə bütün Azərbaycanlıları Ermənistandan çıxartmaq qərarı verilib. O zamanlar kimin maşın da olmayıb, kimin nə cür, nə vasitə ilə, kimin vagonlarda, kimin nə cür Azərbaycanın müxtəlif yerlərinə köçürüblər. Mənim atam, anam da eyni ilə. Deməli, o zamanlar elə bir müharibə, elə bir məsələn, başqa güzel xalqlar arasında olmuyor. Hansısa siyasətə uğranmış xalq olmuşum. Ermənistanın bir sözlə Azərbaycanlılardan tam təmizlənmə siyasəti olubdur. Bəli. Mənim atamda bütün o, deməli, köçənlərdən biri olub, atamgil Bərdə rayonuna gəliblər, orada yerləşiblər. Amma geri qayıtma bu 48-52-ci illərdə baş verib. Geri qayıtma atamgildən də əvvəl, haradasa 56-cı ildən başlayıb. Kimlər orada Azərbaycanda Aran rayonlarına düşüb, ağır dağ rayonlarına gəlmiş insanlar, hava şəraitinə dözməyib, ağırlığa dözməyib, amma deməli, çox çətinliklərlə bəziləri yerlənib, Azərbaycan müxtəlif yerlərinə yayılıb, belə deyək, fərqli rayonlara, bəziləri geri qayıdıb. Mən bunu əvvəldən söhbət elədim, mənim atamgildə eyni ilə. Atamgil 57-də qayıdır. Onu mən söhbət elədim, amma dayılarım 56-cı ildə Stalin ölümündən sonra bu qərar ləğv olunubdur. Ondan sonra xalq başlayıb o könüllülər geri gediblər. Geri gediblər, o zamanlar deməli Paşalı rayonunun 28 Azərbaycan kəndi o. O kəndlərdən demək olar ki, geri qaydanda əsər əlamət olmayıb, belə deyərəm.